Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Müştərinin üzlük sifarişi var. İndi onun üzərində işləyəcəm, düzəldəcəm. Dedim, çəkin paylaşım sizlər üçün. Sifariş nədir? Kişi üzlüyüdür. 5 qaşlı kişi üzlüyüdür. Formasını tökmüşük. 3D Max'da hazırlamışam. Öz səhifəmdə, TikTok səhifəmdə paylaşım eləyəcəm. İndi çəkib sizlər üçün paylaşacağım. Deməli, üzlüyümüz hazırdır. Litsiodan çıxıb. Litiodan çıxandan sonra üzüyü biz götürürük. Həmişə litiodan çıxandan sonra üzüyü alovla qızdırmaq lazımdır. Soyuq işləmək lazım deyil, üzü qırıla bilər. Qırılmaması üçün frajilata olunur, alovlu istilik verilir. Sonra burabornu suda batırılır, təzədən gəlini qızdırılır. Göz üzü rengini dəyişdi, bir ağ idi, indi qaraldı. Açılığını getdi, reaksiya verdi. Hazırdır. Şimdi biz 2 dəqiqə gözləyəcəyik. Dəmir üzərinə qoyduq. Soyumanı gözləyirik və biz sonraki gedişatı hazırlayırıq. Deməli, limon duzu götürürük. Где-то 60-70 qram su tökürük və 2 xörək qaşığı, 3 xörək qaşığı limon duzu tökürük. Nejaveka qaba. Bu reaksiya girmir. Bu qab nejavekada ona görə. Alüminium qabda qaynatmayın, çünki reaksiya girir. Metal sırası qızarır. Qızarmasın deyənə mən həmişə əskər üçün belə qırışqa deyilir. O alıram, satışda 1 manatdır. Sədərəkdə də var, 1 manat ala bilərsiniz. Və üzüyü soydu. Görürsünüz, əlini yoxlayıram, soyuyur. İsti-isti, soğusun için atmaq olmaz, bərkiyir. Burabornusun içine koyduk. İndi biz bunu qaynadacağıq, qarası çıxsın deyənə.